Salam, xoş gördük hər birinizi. Xahiş edirəm bu paylaşımı bəyənin, kanala da abunə olun. Mən fikirlərim hər bir şəxsə çatsın. Kimsə baxmasa məcburiyyət qarşısında olsun, baxsın, bəyəni olanda hər bir şəxsin qabağına gedib çıxır. Görün nə deyirəm əzizlərim. Deməli mən keçən illəri 2024-cü il aprelin 1-dən siqaretimi tərk etmişəm. Siqaret çəkmirəm, içmirəm. Siqaret çəkmirəm də belə deyək. Bir dənə martın 31-i günü 2 dənə siqaret çəkmişəm, elə yadımdadır. Ondan sonra siqaret çəkməmişəm. Bir nəfər mənlə mərcə girdi ki, 50 manatdan mərcə girək. Dedim, problem yoxdur. İstəyirsən 100 manatdan mərcə girək. Dedi, yox, 50 manatdan. İndi ona buradan demək istəyirəm ki, 50 manatımı hazırlasın. Yoxsa vallah, billah biabr eləyəcəm. Bu short videolar paylaşaraq biabr eləyəcəm. Özü də WhatsApp statusuma da qoyacağım. Belə short videoma baxmasa da hələ adını çəkmirəm. Vallah, billah, mənim 50 manatım kartıma oturmasa da məndən inciməsinlər. Yaxşı? Yəni, mənim 50 manatım kartıma otursun. Aprelin 1-dən, lap 5-nə kimi gözləyərəm. 5-nə kimi gözləyəcəm. Mənim, bilmirəm, mənim mərcimi, pulumu qaytarın versin.